dəqiq mənadan gərəkdi mən deyim. Şükür Allaha bu cür yadigarı var. Balıeli de kəkçimizdir, yad deyil. Onun da özünün xeridarı var. Məşəd baba elə sənətkaridir. Nə bənzəri var, nə də oxşar var. Baxma ki bayram gedibdir rəhmətə. İndi burada bayramın oxşar var. Bu da Hacı Ağa Mirzə ustadımız. Bizi ilə çox əntiqə rəftarı var. Allah Taala vüqara rəhmət eyləsin. Xiridarlarının intizarı var. Ustadımızdır Əbdülov Vüqardı. Kəndimin bu günlə iftixarı var. Mehman da elə sənətkardır ki, sinəsində onun söz anbarı var. Hələ bizim dostumuz Pərviz Bülbülə, onun tey sənətin populyarı var. Kırıltılı səsindi Orhandadır. Nə sözünün, nə də səsinin təkrarı var. Samirə xanıma da salamlar olsun. Kişilərin də bir qadın əmkarı var. Qızıl gülə baxmayanda solardı. Bu sənətkarlar yadımızda qalardı. Rəşadın da gərək şəkli olardı. Kömək olar ona pərverdigarı var. Kömək olar ona pərverdigarı var. Salam dəyərli izləyicilər. Bildiyiniz kimi Miray balamız 4 aydan çoxdur ki müalicə alır. Artıq son prosedurlara gəlib çatmışıq, amma gücümüz çatmır. Çünki əlimizdə olan bütün imkanlardan istifadə eləmişik. Borclar getmişik. Artıq borclar da tapa bilmirik. Çox çarəsiz durumdayıq. Cəmi 3600 manat pul lazımdır. Hər birinizdən bu körpə balamız üçün dəstək olmağa rica edirəm. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Allah hər şeyi görür. İnşallah 1000 qatını sizə yetirər. Allah rızası üçün ekranda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç kimə övlad acısı yaşatmasın. Heç kimə çarəsiz qoymasın. Bütün xəstələrə şəfa versin inşallah, bizim balamız da onun içində. Ümid edirəm ki, dəstək olacaqsınız. Göydə Allaha, yerdə sizə güvənirəm. Dəstəyinizi əsirgəməyin.